Salam əziz abituriyentlər. Bugün sizlərlə DIM test toplusunun birinci hissəsindən kainat və yer-günəş sistemi bölməsində günəş şüalarının düşmə buzağında özündə əks etdirən 123-cü sualının həllini, izahını paylaşacağam. Yəni bu sualın izahı əsasən keçmiş qəbul testlərinə nəzər salsaq 2025-2024-də də bu sual tipinə oxşar suallar öz əksini tapmışdır və yaxud da bu sualın variantlarından, aşağıda verilən variantlarından müxtəlif test imtahanlarında istifadə olunmuşdur. Gəlin sualımıza keçək. Sualımızın şərtində deyilir, yer kürəsinin sxemdəki vəziyyətinə uyğun olan əlamətləri müəyyən edin. Burada ilk növbədə fikir verin. Əgər yer kürəsinin bu sxemi, bu şəkildəki sxem əgər varsa, fikir verin, günəş şüalarının, bax bu çəkilən şaquli ox, cənub yarımkürəsinin 66,5 dərəcədən cənubda olan ərazilər tam işıqlandırırsa, deməli burada 22 dekabr tarixidir. 22 dekabr qış gün dönümü tarixidir. Qış gün dönümü. Bu tarixdə əsasən günəş cənub tropik xətti üzərində zenitdə olur. Günəş bu cənub tropik xətti üzərində zenitdə olur. Gəlin indi sual variantlarından keçək və doğru fikirləri, yəni uyğun əlamətləri burada müəyyənləşdirək. Cənub yarımkürəsində yay fəsli başlanır. Bəli, bu doğrudur. Cənub yarımkürəsində yay fəsli başlanır. Çünki günəş cənub tropik xətti üzərində zenitdədir. İkinci fikirdə deyilir, şimal yarımkürəsi günəşə doğru çevrilmişdir. Xeyr, cənub yarımkürəsi günəşə doğru çevrilmişdir. Üçüncü variantda deyilir, şimal yarımkürəsində ən uzun gündüz və ən qısa gecədir. Xeyr, şimal yarımkürədə ən qısa gündüz, ən uzun gecə müşahidə olunacaq. Bu variantda səhvdir. Dördüncü, 23,5 dərəcə cənub enliyində yerləşən şaquli dirəyin günorta vaxtı kölgəsi olmur. Bəli, günəş 23,5 dərəcə cənub enliyi üzərində zenitdə olduğundan burada dirəyin kölgəsi olmur. Dördüncü variant da düzdür. Beşinci, cənub yarımkürəsində ən uzun gündüz və ən qısa gecədir. Bəli, günəş cənub yarımkürəsinə doğru çevrildiyindən ən uzun gündüz və ən qısa gecə müşahidə olunur. Altıncı varianta baxaq. Şimal yarımkürəsində yay fəsli başlanır. Xeyr, şimal yarımkürəsində qış fəsli başlanır. Bizim sualımızın düzgün cavab variantları 1, 4, 5 oldu. Sualın izahını izlədiyiniz üçün təşəkkürlər. Kanala abunə olmağı və bəyənməyi unutmayın.